Hamıya salam aleykum dostlar. Sizlə Zoni və bu günləri düz 5 ildir dostluq elədiyimiz, sizin də tanıdığınız TikToker Zakir Əliyevlə Moskvada görüşümüz olacaq. Çünki biz bir ildən çoxdur planlayırıq görüşümüzü. Bu hər dəfə alınmır. Ya Zakir hardasa olur, ya mən hardasa oluram. Bilirsiniz ki, yəni təzə Antalyadan gəlmişəm. İkinci günümdür ki, təzədən Moskvaya gəldim və qaralmışam, biraz qaraçılara oxşuyuram. Nəysə, qaraçılara da buradan salam aleykum. Çok komik. Bu günləri niyə eləyəcəyik onu deyim. Zakirlə oturub danışacağıq və Zakirin də mənə çox gözəl ideyaları var. Deyir ki, bir yerdə bir dənə konsept partladıq. Mən də çoxdan Zakirlə bunu təklif eləmişdim. Dedim nəysə, çox da uzatmayaq. Zakir başlayaq bir dənə konseptlər partlayış eləyək. Azərbaycana göstərək ki, number one it's kto da, понимаешь? Ona görə də videonu like elə, kanala abunə olmayı yaddan çıxartmayın. Uzatmayaq, keçək videomuza. Videonu bircə dəqiqəlik saxlayıram. Sizdən bir dənə xahişim var. Videonun altında 3 dənə link olacaq. Mənim Kik kanalım, Telegram kanalım və yeni Instagram hesabım. Girirsiniz, üçünə də abunə olursunuz. Bir də onu deyim ki, Kikdə hər gün canlı yayın açıram, oyunların canlı yayın. Rast, nə bilim, CSGO, ürəyiniz nə istəyirsə, maraqlı söhbətlər gedir orada. Siz o maraqlı söhbətdə iştirak eləmək istəyirsinizsə, keçirsiniz indidən Kikimə abunə olursunuz və siz də bizim komandaya qoşulursunuz. Nəysə, çox da uzatmayaq qardaş. Keçək videomuza. Mikrofonum falan yoxdur üstümdə. Çünki papuç çəkdi. Elə Zakirlə bu günlər danışdıq ki, düz 5 ildir biz Zakirlə dostluq. Hələ indi görüşürük. Yəni bizim dostluğumuza bax. İndi inşallah bundan sonra Allah bizi mehriban eləsin. Bomba videolarımız gəlsin. Bir də ki, bir çoxunuz görürdük ki, Zefsin videosunda komment yazırdınız ki, az küləklə, nə bilim maşınıza da almırsan Zonyazda. Yəni burada belə durub heç kimə sübut eləməyə ehtiyac yoxdur. Yəni tanıyan tanıyır bizi. Yəni maşın həmin maşında oturub gedirik Zakiri götürməyə. Külək ola bilər, küləyə görə üzr istəyirəm. Çünki hava biraz küləklidir. Ya bu mənim küləyim deyil. Spasiba большое. Yəni belə Zakiri götürək. Maşın biraz batıbdı. Bilirsiniz ki, yəni 4-5 gündür ki, Antalyadaydım, təzə gəlmişəm. Moikaz da verməyə vaxtım olub, üzrlü sayımda, yəni. Deməyin ki, işte Johnny maşına baxan deyil. Yəni məni tanıyan bilir ki, mən necə maşın baxan bir insanam. Gedək Zakiri götürək, çünki mən Zakirə demişdim, burada yaxınlıqda Piçoriçka var, orada gözləyərsən, mən gəlib səni götürəcəm. Zakir də bayaq yığdı ki, bəs çatmışam, gəlib götürərsən. Siz də indidən xahiş edirəm, video like edib, kanala abunə olmayı yaddan çıxartmayın. Yəni, görürsünüz da bilədə, Azərbaycanda ancaq pul xərcləyirəm. Geyirəm Antalya bilə, mən Antalya naxuy nujum, başa düşsən? Geyirəm sizin üçün maraqlı videolar çəkməyə mən. Siz də bunun qarşılığını verin, videonu bəyənin, nə bilim, TikTok'da paylaşırsınız videolarımı. YouTube'dan daha çox baxışıqır. Ama 400-500 bin baxışıqır. Amma mənim kanalımı işarətlənmirsiniz. Yəni deyirsiniz ki, Johnny'nin kanalıdır, səhv gördük, çox gözəl. Bizim axırımız yaxşı gəlir. Zdrasti, dədüşka. Pəncərəm açıq deyil, eşitmir. Buradan çıxış var ora, var. Dey Zakir. Где Закир? Вот же. Taksi çağırmışdınız. Oturun onda. Otur da Oturacağım. Və aleyküm salam. Ala gözlə. Sizden ev hizmet belə göstərir. Biznes klasları. Üzrlü sayın. Salam aleyküm. Və aleyküm salam. Salam aleyküm operator qardaş. Xəzər TV-yə çəkilişdir. Bəli, Xəzər TV-yə çəkilir. Kanal bildi, inşallah bizi raport eləməz. Adını çəkiliyim üstədə əslində. Şahını padişahını. Neçə ildir biz bir-birimizi tanıyırıq Zakir? Murat bir var da bir 5 ildir. 5 ildir. Amma indi görüşürük. Çox güclü dostluq eləmişik bilinir ha, indiyənə kimi. Əlbəttə Murat. Murat biznesmen adamlarıq da, ha, elə ki sən o tərəfə, mən bu tərəfə. Soxumsan qəzəl və sağlıqlı. Vaxt tapırıq ki, görüşməyə. Bax, Zakir mən nə vaxt deyilməsəm görüşə. Mən nə vaxt Zakirə deyirəm, bir-birimizi yəni vaxt uyğun eləyən biriyik. Ya Zakir gedir harasa, ya mən gedirəm harasa. Yəni zorla zora bir cavab deyil. Qurban olduqlarım. Zakir gedək şeyə. Hara? Burada bir dənə lounge var. Girək lounge-a. Orada söhbət edirik. Lanca? Lounge. Krit alassan əlin. Hə, lounge. Lounge. Boy. Yes. Bildim. Bu rimen nədir bu? Təhlükəsizlik kəmərinizi hər zaman taxınız dostlar. Sənin kəmərində içine azarım oldu. Sağ olsun Zakir də bizə bir dənə Red Bull alıb, duş qabaqcadan. Yəni bilir ki, biz energetik. Qaz bir yaşıldı. Lazımdır öyle biraz xəcalət versin, elə demək. Saxlayaq burada həmişə oturduğumuz yerdə var. Bizi vurmaq istəyənlər gələ bilər bura. Nə vaxt nə istəyir? Meydandayıq. Любой время çağırın üzr istəyir. Bak arkaya versən.
Брат, ты назад даешь? Все, понял. Abi çan çinçonun yiyesi kimdi? Не мне, дядя, не мне, назад посмотри. Ne sakla bunu. Sakla gezimiz üstüm gel. Derim sen bakmırsan yola. Kurban olduğum atam yaşlıdasan be belə eləmədən ha. Sabah bir gün qəbrə salam aleykum edirsən. Ay sen oraya girəməyəsən. Çox incə. Çox incədir. Bu Çox pis ki. saxı var. Bunlara prava verən kəlləsini yıxadılar. Of, ən sevdiyim. Narbatlar oldu. O taksiyə Честно говоря, yani сладкий, это süt худею elə ki, arıqlayıram ama видишь, у меня пузо. Вот sen такой. Ama köy pisdirsə, onda zilanın köy götürək. Зелёный сайда elə bir şey, yok arada. Gezərsin, deyil mi? Раз диета молочный лун возьмите. А? Раз диета молочный лун возьмите, он сгоняет. Молочный, что? Ну, короче, улун – это листовая история. А. Чай спрессованный, заливаете, он, А, короче, всё способствует понял. сжиганию жиров и А в прочего. туалет не пойду? Сейчас прям нет. Потом чуть-чуть. Потом чуть-чуть. Нет. Ну тогда туалет бронируем. Все, хорошо. Хорошо, так чай делаю, да? Çay молочный. Так, хорошо, еще что-нибудь? Все, пока что это. Пока все. Спасибо. Спасибо. Ya kardeşim belədir, ana ancaq bir sənə də çay çorunu ve s**kimin başına verdim, nə zakat elədi, yo bana çok gələndə Ben başa deyəcək ki, düşmüyorum, nəsə gəldi. Bax, indi bir sən temamız nədir? Bax, məsələn, biz bayaq video çəkməmişdən qabaq Zakirlə danışdıq ki, bəs bəlkə podkastlar eləyək, Azərbaycan məşhur bloqerləri, müğənniləri, o şeyi də çağıra bilərik. Onun adı nədir? Navaid nədir? Navaydı. Gözdən yığım da. İstədim, Navaid nədir? Navaydı nədir? Allah! Allah. Pislik bir yaratma yani ya. Ben diyorum. Var yokuna katlayın. Deməli, Heç nə, şalar. Zakirlə bundan da əvvəl telefonla danışdıq. Zakir dedi ki, bəs şeylər çəkmək var. Sən nə demişdin? Ucuz, orta, sən Murat, bax biz siz nə çəkmək olar uşaqlar? Yəni mən deyirəm, siz də kommentdə yazın da. Можно? Hə, конечно Spasibo. можно. Kartier deyə qardaşım. Nikuya bir amma çək. Aa, Belə belə oğlan reklam deyil. eləmir, pulum verməyiblər. Cındırlar 3000 dollar Şu? müəllimə abla. 2200 lira sadavatdan almış. Sadava nə çəksin? 2200 lira. 3000 dollar ha. Çəkirsən. Yaraşır mı? Yoxsa bir dənə kommentdə də yazarsın. Yox, Ebrat. O bilsən nədir? O pulu tapıb harınlamaq istəyən o tip olur, Var yox nə? O tip olursa. Так быстро? Ay maşallah. Vay ay maşallah. Evet, biz tuvalete de böyle bыстро girəcəyik. Туалеты быстрее получится. Да, брат? Tuvaleti много людей нету? Не, Вот уже всё пробовали. çötka. Görsən qaqan sənə üçün romantik hazırlayır. Biz belə yanbayan da oturmuşuq. Allah axına xeyir eləsin. İnşallah, inşallah. Hiss eləmədim, bir dənə hiss elədim. Aynen. Bırak тебе как зовут? Егор? Егор? Ay maşallah. Тут новый, да? Угадай мое имя, 5000 рублей дам тебе. Да не, так. Угадай просто, да на. На букву Д начинается. Т? Т. Т. Так. Да. Да он не русский, брат, откуда ты? Я понимаю, да. Да, Вы знаете, вот Я это- уже вот сказал это- свое имя. Оз, А это имя было? Да, что было? Тендер? Спасибо, Нет, спасибо. брат. За участие денег будет? Иншаллах, брат. Да? Чаевые будут по-любому. Хорошо. По-любому, Чё, спасибо. Твое здоровье. Я с чем? Да? Все, если что, там кнопка есть. Хорошо, Хорошо, хорошо. Bizi qırızıyor. Deməli dostlar, Zakirlə bundan əvvəl danışmışdıq ki, bəs videolarımızda istəyirik ki, nə bilim, baxın siz kommentdə seçərsiniz videoları. Yəni biz nə tip video çəkək? Birinci Zakirin ən xoşladığım ideyalarından biri o oldu ki, podkast. Mənim də bu ağlımda var idi. Bu Zakir dedi, lap ağlıma oturdu. Çünki yəni Ağıl ağıldan üstün, dana yani. Çünki bizim Moskvada əlimiz çata bilməyəcək biri yoxdur. Məsələn, Zakirin Zakir kiminləsə görüşmək istəyirsə, məsələn,
şey Bakıdan olsun, ya nə bilim kim olur olsun. Məsələn mən onu eləyə bilirəm. Amma Moskvada daha çox Zakirin seti güclüdür. Yəni istədiyimiz blogerlə, yəni çıxardır da. Kredi var. Paparoza. Yəni ürəyim istəyirsə, yəni Zakir number 1 da burada başa düşürsüz. Yes, of course. Bir də sən öz fikirləri bir dənə hansı fikirlər demişdin? Baxın kommentdə yazın hansı fikir daha çox xoşunuza Uşaqlar, gəlir. bax belə bir video çəkə bilərik. Misal üçün 1000 rublla bir gün suifa eləyirik Johnny ilə. Bir də 10.000 rublla və yaxud da hansısa bir yüksək bir məbləğ qoyuruq. İndi gücümüz nəyə çatırsa da sponsor varsa qurban olum. Yəni Johnny-yə bir sponsor durun bu videoya. Ha burada iki qardaş bir video çəkirik. Dana bir şey eləyər. Nədir? Ancaq TikTokda şiratırsınız блядь, твари. Yox, banıyorum. 250 qramın qənimətləri блядь. Hə, nəysə, etdiyim əməldən üzr istəyirəm. İndi videoya var. Sonra Ələm ki, orta ucuz, bahalı. Aysa, bu bir, podkast 2, 3-dəki uşaqlar. Moskvan, kasıb həyatı, bir də varlı həyatı. Bir də uşaqlar, bax, bu şam kimi isti, qariyati, hot sex videolu time'lar. O da Instagramda yox, Telegram kanalımızda. Johnny'nin Telegram kanalında olacaq. bir də onu deyim, bilirəm ki, yəni Azərbaycanda, yəni YouTube-da bir nömrə olmağımız mümkün deyil. Çünki mənim yəni qardaşım number 1 da. It's no problem. Yəni yaxşı, orasını uzatmayaq. Heç olmasa Telegram müəllimin kimi olur. mən ingilis dili müəlliməm, adı yadımdan çıxıb. Bəlkə də rəhmət edib onu deyirəm, söyməyək. Yaşlı idi ona görə. Sən məktəblə vaxt tutarıbsan? Məktəb qurtarmışam. Şimdi Tutarmısan? Yox, hayır. Məktəb mənə qutarıb. Diplomumu heç bilmirəm artıq. Operatorumuz da Sürəy nə idi o Sürəy? Süzey. Operatorun da qadasını alır, zalımın da qadasını alır. Siz zəhmət olmasa kommentdə bir dənə fikrinizi yazın da qoş. Biz nə çəkək? Baxın, həqiqətən mən çox pis topikə girmişəm. Bilmirəm ki, bundan sonra nələr çəkib. Çünki görürəm ki, Azərbaycanda blogerlər belə incimirsiniz, özünüz bilərsiniz. Yəni Allah sizin canı sağ eləsin. Mən İndiyanın üçüncünə. Yox. Hə. Mən həqiqətən pis bir şey demirəm sizə. Prosta Azərbaycanda normal video çəkmirlər, başa düşürsən? Lazım normal video çəkmək. Mən məsələn Pastir yoxsa epi? epi. Yəni məsələn- məsələn pas deyir. Yox, bax. Niyə? Yox, bax məsələn rapdə Hə. pas deyir, Hə. amma freestyle-da epi. Ətir. Yox. Bu kim idi gözləyir? Tibu, məzələnsən sən. Tibu tanımırsan. Tibu kim idi gözləyir? Tibu yaxşı qardaşdır. Amma Bildim şeylə, Tibu Kain family, yeah. 8 kilometr uzadı. Ay, sağ ol. 8 kilometr qaçıb yoxsa 8 kilometr hardasa var ya, elə bir territoriya var Bakıda. Ya 8 kilometr uşağı. Məzələnmə, mən onu bilmirdim. İnanırsan üzr istəyirəm. Var 8. Mən nə qədər üzr istədim bu gün. Bu ancaq üzr istəyir. İndi bundan sonra da üzr istəmə bir dənə başqa Ay, videomuz var. Instagram, TikTok hər yandı. İkimiz də razı verə bir dənə dur. Ay, Bir dənə dur. Dəqiq. Bu video nə çəkək? Salam aleyküm. Mən Quliyev Coşqun, Zakir Əliyev. Son videomuzdan sonra biz üzr istəyirik həqiqətən. Çünki çox səhvli aşıqlar buraxdıq. Daha çox Zakir buraxdı. Mən dəymiyim. Belə ki bizə də buraxarıq. Yenə bir şey gələcək yəni gözləsinlər. Həri. Bizim qorxumuz yoxdur. Yəni bir quru canım var, bir də çayım var. Dana başa düşdünmü? Yəni bu çayın da pulunu bu verəcək. Heç nə. Buradan bura məuş qoydu. Bir də sizdən xahiş edirəm, videonu bəyənib komment atmayı yaddan çıxartmayın. Çünki həqiqətən də Zakirlə çox böyük bir planlarımız var. Çünki mən bilirəm ki, Azərbaycanda yəni Zakirdən pozitivni insan mən görmürəm hələ ki blogerlər arasında. Çünki həqiqətən də birinci onu deyim ki, həm çox pozitivdir, həm də çox güclü ideyaları var. Oy, nə olubsa, özümə. Məşqdə başlamışam. Həqiqi deyirəm, çox pozitivdir. Ona görə mən bilirəm ki, 2 dənə pozitiv yan beyan olandan sonra ora girmir. Aysa. Ona görə də sizdən xahiş, videonu bəyənirsiniz, komment atırsınız, like Video edirsiniz. bəyənənin də qadasını alın, bəyənməyənin də qadasını alın. Belədir ki, bura kimi baxmısansa bir dənə like tuşuna bastın, nə olur be? 2 like-ın söhbətini mi eləyirsən? Burada əziyyət çəkmiş 2500 manat depozit. Davay like qoy. Manatla nə qədər eləyir? 50 manat. 50 manat. Valyuta işinə baxan qaqam məni. Bəli əziz dostlar, P2P ilə məşğul olanlar, Zoniyyət. Azərbaycan kriptovalyutasında number 1, yəni bunu hamı bilir, arbitrajın atası, yəni hamı tanıyır Bybitdə, Binance-da. Prosta başını buraxdım son olanlarla bağlı. Çünki Azərbaycanda bilirsiniz, arbitraj icazəsiz qalxdı 2024-cü ildən sonra. Heç kim arbitraj eləyə bilməz. Ona görə də əgər sən də arbitrajlıqsansa, məsləhət görmürəm. Gəl bura.
Yox, həqiqətən heç şey məsləhət görmürəm ki, arbitraj eləsin, çünki qanunlar bizim üçün vacibdir. Bəs Sony, biz arbitraja başlamaq istəyirik. Sən də bu işin professionalsan, bizə öyrət. Mən heç bir məsləhət görmürəm. Nəysə, mən niyə arbitraja girdim? Hara gedirsən? Ona görə də uşaqlar, indi bu dəqiqə əgər kriptovalyuta almaq istəyirsinizsə, alıb hər hansı bir şey edə bilərsiniz. Amma arbitraj eləməyin, çünki icazə yoxdur. Qardaş boş şeydir hamısı, gəlin biz tərəfə. Nə dedim? Arbitraj yox bari bro. Bir dənə gözlə. Bir dənə baxın, girib Google-da yazın. Arbitrajda niyə belə işləyirsən? Mənə yanımda onun pozur elə. Sən niyə də uşaq var bundan sonra? Bu Şamdakı nəsə külək gəlir, sən külək deyəsən. Yox, Çaynikın lüləyə niyə qalır? Lastoyla operatorun üstünə vurur. Uşağın gözlükləri bağışda. Ya operatorumuza Bu izləyicilərə də biraz yankı verə bilər. üzr istəyirəm həqiqətən. Ya ümumiyyətlə bu Çaynikın belə lüləyi sənə durdu. Onun mənası nədir? Çayniki gətirən bas. Yox, bir şey Ora bir deyim. daha yandıra. Yox, bir şey deyim sizə. Çoxsu bunu bilmir. Çaynikin də lüləyi sadəcə baş bu pis bir şeydir. Yox, Çaynikin lüləyi kimədirsə, o şotu verir. O mənadadır. Bəli. Bunun pis bir mənası yoxdur. Bəli. Sən verəsən. Mən şot verməyəcəm qardaş. Su ifa, Niyə şotu kim deyil verir? net o? Ya, gəl su ifa kim şotu verir? Şotu tutsan. Həli. Həli. Bir Allah haqqı verəcəm əgər udursan. Yəni güclüyəm qardaş. Şokoladdan yeməklər. Ha? Şot üstə. Ha, şot işdən də var. Ucuzdan verir yoxsa udan verir? Uduzan. Udan verir. Uduzan. Udan verir. Uduzan. Hiç uduzarsan ha. Ucuzdan verir də, hə? Hə, yaxşı, davay. Şot üstəndir. Şot, 1, 2, Su yefa. davay. Su yefa. Su yefa. Su yefa. Su yefa. Su yefa. Oksana Davay, davay. Su yefa. Su yefa. Ay belə. 1-0. Su yefa. Su yefa. Abi. Davay bu ne? Su yefa. Su yefa. Su yefa. Su yefa. Kanka, Çektim beni kanka. atsarız da. Davay. Su Su yefa. yefa. Su yefa. Ay belə. 2-1. Əziz dostlar. Bir dənə qaqavuz bura, bir dənə sonuna Bir dənə qırmaq. gözlə. Davay. Ha çox pis dadı. Ha, nə oldu? Ha, bir dəqiqə, dünən yediklərin gəldi. Öbürlər var. Çox Bu nə də la? Zakirin zibindən keçdi. İslam gəldi. Çox pis dadı. Arıqlayır yəni. Əmaloçnudur bu. Həqiqidir. Sonra Hə, görməm. Davay davay axırıncıdır, davay axırıncıdır. Davay. 2-1-dir. Gözlə bir daha. Oo. Uşaqlar, mən udsam, like bir də Johnny-yə abunə olursunuz. Mən udursam, Johnny-yə komment atsız bir də abunə olursunuz. Yəni, iki variantda da abunə olmalısınız. Davay. Su yefa. Su yefa. Ay. 3-2. 3-2. 2-1 idi. 2-2 oldu, 3-2 oldu. Ha, o karıç afşan Davay, bura. ben nəsə. Ne afsan çağır bura? Ha, əli göydə qaldı. Ötürəm, afsan çağır. Burası bunu oyuna niyə çox çağırdın? kick qoy, ay. Biz zakaz eləyəcəyik. Hə? Nasıl zakaz eləyəcəyik? Niyə çağırdın? Böyle maykoşu. Şotu verməyəsən. İndi şotu verib axırda da belə oturmuş söhbət. Ha, oturmuş, bəlkə sən deyəsən ki, mənə çağırla getdin. Burası что у тебя есть кушать? Не var yemeğe. Кушать сытно, чтобы кушать? Чтобы вот тогда он проиграл Суефа. Ha. Можно я тебе тоже сниму? Я же не Конечно, против. конечно. Вот такие сеты огромные, короче. Sıçdım bu adını niyə Слушай, qırarsın? слушай, нет. А что есть? Ну, типа бургеры можем сделать какие-нибудь. бургеры. У них вкусный бургер, я попробовал. У них вкусный бургер. Пробую, на самом деле, бургер, да. Yeni bu ya. Sonra Biraz alakasız. yo var, məndə yox, problem yox. Пасты. Ага, пасты. Брат, я худею, что ты думаешь? Мне бургер поесть или пасту есть? Бургер с пастой. Хуясь, ты курс дома хочешь. Ладно, давай просто чисто бургер. Хорошо? Но чтобы бургер был, брат, что вы там добавляете? Какие ингредиенты у вас? Ну, классику, типа салат, помидоры, огурцы можно сделать с яйцом, либо можно сделать без яйца. Пожалуйста, салат огурцы уберите, чтобы был помидор, вот, соус, да, соус, да, и котлета. Я просто, у меня котлет, да, брат, есть котлета. Короче, брат. Добавить, клянусь, вот, огурцы в салат не добавили. Не, просто... Если добавить, брат, я умру. А? Брат, короче, меня тоже... Помидор, да? Да. Брат, меня тоже то же самое. Ну, все, чтобы, да. У вас соус пармезан есть? Пармезана, да, но отдельно. Ну, отдельно, с картошкой фри. Да, Да, бургер и как это? Соус пармезан и картошка фри. окей. Да? Чтобы там свинина не было, брат. Можно одно это, кол, пожалуйста? Сахар без. Ну, классический кол. Холод. Брат, как это? Чтобы там бекон не было. Да, да, да. Спасибо. Вот, реально отсюда значит. Hey, belə dana. Biz məşqə başlamışam açıq. Mən Sen sən gözlə bilir. Hadi biraz Keçmirik. ara verelim. Bir tane çayımız. görürsüz əziz dostlar.
Yəni qonaqpərvər, yəni, nə bilim, su ifada uduzmaqlar, ya hamısı boş şeydir ya. Qaqa, ancaq özü yer. Yəni desəm ki, bir ay verginən verməyəcək də yəni. Ostura basırdı yəni. Bayaqlar burger yeyiblər, prosta özümüz çəkmədik, dedik şu qoy bir dənə rahat Sübutun var. Subut yox. Subut niyə bura? Yo, həqiqətən bayaq yeyiblər, prosta bunlar belədirlər də bu şəkildə. Qardaş, gördüyünüzə inanın, görmədiyinizə yox. O bime. Əgər zarafat elə yedik də bizdə. De bak kola. Вот, брат, колу кому ты принес? А вот, Мы бургер кушали. бургер кушали. Да, дорогой. Они говорят, что типа они не кушали ничего, только я себе картошку сказал и все. Мне тоже колу принесли с лимоном по-братски. С лимоном? Да. Sen kola. Yani su içmirəm. Mən Вот. adam Sən- olası. Hə, yox, burada var da, nə? Net brat. Не, давай. Два кола. Две колы. Рус Два кола. А да какой разница, бля, как будто вы русский, Если бля. это не женский род, понимаешь, мужской род, тогда можно. Не, подожди. Birimiz Talaş Ağcabədi, birimiz Naxçıvan çığırığından çıxmısınız. О чем вы разговариваете вообще? Ne vakit Ağcabədə tavuşdu? Sən Belə bir şey bilirsən, deyir. Sən götündən Ne var qonuşdun. elə bir şey? Ağcabədi Talaş bir tane. Qulaq asla. Masallı bilirəm tavuş. Ha, masalı Talış. Masalı necə olmasa heç Talış deyil. Hə, o Bilirəm də millet var. papa Ağzəbədi, mama talışım, eşidirsən Hə, mi? talışım, Belə ki, bəli. dostlar, Naxçıvanım, Şəmkirim, eşitsən mi mən, ayqa? Yəni, meydandayıq Şəmkir da. adına ortaya gəldi. Dostlarımın yarısı Şəmkirdəndir. Şəmkirli qardaşlarımıza burada salam aleykum. Salam aleykum. Operatorumuz da maşallah. Особенно Çınara. Çox acıdı sana deyəsən. Çox. Nuş olsun, nuş olsun. Bu şey olsun zəhərin olsun. Şoku mən verəcəm ona görə. Ay, oradan bir pizza. Görürsünüz bax. Sən deyən var ki, Suyefaya razılar. Mən getməliydim. Come. Kurban olduğum var, nətə kolonatır gəlir. Spasibo, brat. Bırak denə, lazım olur. Sarımat seyincə qoydum da. Nə? Dank. А лимон где брать? Bax ayrı bax, mən hamıya daxil atırdım. İndi bu mənə daxil banyo. Brat, ты жена? Да, Нихуя себе, ты сколько лет? 25. Серьезно? Ладно, ты старший брат. Нет, ты вообще помоложе. Я думал, у вас 19-20, блядь, максимум. Отвечаю. Шалопах, не тяжь Когда вираживаешь? ты в магазин идешь, тебе сигарет не дают по-любому. Да, Не давай всегда, не всегда. Ну, типа, возле дома, да, вообще без проблем. А вот здесь вот, типа, всегда После дома работа мне стоит. даже презерватив, брат. Ты что? Спасибо. Zək gəl, brат, sən. Biz niye buna bırak değil ya? Kazan olduğuna Putin da bırakmırlar. Amerika. Ne şeyler daha şöyle maskara. Kazan olduğunu Paşinyan'la... Bak onlar da geliyorlar. Burada diqqətim var. Çöldə yağış yağır. Burada, sonra sən bu ilə maşını yürüyənlər. Sən bu ilə belə yaxşı maşını yumadın, bura. Ya ama nasıl yumurum? Ay bu yağış var. Her gün yağış yağır. Ne kadar yağış var? Ya- Moika. Biraz da aralı gelsin, başta dönerəm sizin. Burada Moika yani Bakıda kim deyil yani minimum 2000 rubl zatdır. 40 manat versən ki Moika'ya bile maşın gidiyor. Ha Bakıda nədə 6 manat versən bile maşın və hər yanın gedir. Başda Moika. Roşko, stil deyirəm, nəsə. Bura, nə olur istəyir? Ey doğru. Sən də rəhbər Atkına bana. mı? Ha? Atkına mı? Bu kadar. Zvanokitlər olur, zvanokitlər. Şıxvaxvadır. Yaman yorulmuşam qardaş. Mən bu hava çox Ha, elə demə, lounge'dan indi çıxmışıq. Zaman səhv başa şeydir. İnşallah kartımı deyirəm 2-3 manatdan atışın. Deyim saqqalımızdan kəsdir. bəlkə aktiv elə oğul. Bilsən necə? Hərə 1 manatdan atsın bu maşını göndərir Bakıya da. Prosta yəni bunun pulu çıxmalıdır da. Bunun pulunu belə hardasa bir Gördünüz, bununla biznes alınmaz nikoyası bir. Bu adam bankrot eləyən.
Ne kadar adam lazımdır? 70 bin adam lazımdır. 1-2 manat. Ya akçe yox, mənim O bir dənə qaqaş var da TikTok-da. Gəlin adama 200 min, 300 min adam var. Deyə gündə 1 manat 200-300 min adam. O bir sənə demək. Yəni sən elə bil ki, lap axırdasansa 200 min gün sonra da deyirəm, ya xuysa gəlib satarda sən. Yox, 1 manatdan nədir? 5 manatdan. Kameramanımız bizi çox yaxınlaşdı. Çox yaxın. Git. İzləyici bizi özünə yaxın hiss edəcək. Yaxın. Kommentdə bizə buraxacaq. Yaxşı. Saqqalını təzə qırxmışam, şeydir. Deməli dostlar, Johnny ilə lounge-dan çıxdıq. Allah canına dəyməsin. Normal yeməyimizi yedik. Videonun sonuna gəlib çatırıq. Kanalın yiyəsinə verirəm trubkanı. Bir dənə sizinlə danışmaq istəyirsinə söhbəti var. Kimdə orada işıq yandı? İşıq tutur ki, qəşəng düşüm. Hə. Sən o bilir də kimsə YouTube. Ay sağ ol. Nəysə dostlar, öpürəm sizi. Əgər bu video həqiqətən də xoşunuza gəlirsə və dediyimiz kimi bizim video fikirlərdən hansısa maraqlı gəlirsə, onu kommentdə yazırsınız və gələn videomuz olur. Hər bir şey sizdən asılıdır. Ona görə də videonu bəyənib komment atmağı və kanala abunə olmağı yaddan çıxartmayın. Öpürəm sizi. Özünüzə yaxşı baxın.